Hamınıza salam, kanalıma yenidən xoş gəlmisiniz. Mənə çoxlu gələn bu istəkləri nəzərə alaraq bu videodan növbəti bir part çəkmək qərarına gəldim. Xüsusilə imtahanlara az vaxtın qaldığı üçün artıq çoxunuz 9-cu sinifə aid məsləhət videosu istədiniz. Mən təbii ki çəkəcəm. Bu arada əgər abunə deyilsinizsə elə bu dəqiqə abunə olmağı unutmayın ki, mən hər zaman belə faydalı videolar çəkirəm sizə ki, siz deyirsiniz ki, faydalıdır. Əgər artıq abunəsinizsə də şərhlərdə hər zaman kimi fikirlərinizi bildirib və videonu da bəyənməyi unutmayın. Eyni zamanda bu videonu digər imtahan verəcək şəxslərə göndərib bul-bul uğurlar da göndərə bilərsiniz ondan. Yəni belə uğur sizə buradan ötürürəm. Yəni like-lasanız siz əmin olun imtahanınız mükəmməl keçəcək, onun üçün bu dəqiqə like-layın. Sizə 3-4 dənə maddə deyəcəm. Mənə gəlir ki, ən yaxşı, yəni bu şəkildə öyrənib hazırlaşmaq olar. Xüsusilə də artıq az vaxt qalanda, apreldə səhv eləmirəmsə imtahanlar və konkret bir ay yəni qalıb. Bunun üçün mənə gəlir ki, artıq proqramı əgər tamamlamısınızsa ki, məncə tamamlamısınız. Əsas sizin məqsədiniz hal-hazırda bir dənə dəftər və bloknot götürüb sırf bir aylıq plan hazırlamaqdır. Bu bir aylıq planda siz hansı günlər, hansı dərslərə daha çox fokuslanacaqsınız, onu orada yazmalısınız. İkinci hissəsində bloknotun yazacaqsınız ki, sizin zəif nöqtələriniz, mövzularınız. Məsəl üçün Azərbaycan dilində mənim zəif nöqtələrim, mövzularım bunlardır. Riyaziyyatdan filan düsturlar bilməm və yaxud da filan bölmədə çətinliklər çəkirəm məsələləri və yaxud da misalları işləyəndə və eyni zamanda digər xarici dildə də həmçinin eyni şəkildə deyə bilərsiniz. Bunları yazdım, bu mənə nə verəcək? Nə üçün? Çünki hər gün gəlirsiniz yeni bloknotun birinci hissəsinə. Orada yazdığınız məsəl üçün var ki, birinci gün daha çox hansı fənə fokuslanmalısınız ki, birinci gün necəsiz, ikinci gün necəsiz. Onları da əlavə edirsiniz. Məsəl üçün birinci günə siz tapşırıqlarınızdan əlavə olaraq həmin o Azərbaycan dilindən bilmədiklərinizi və yaxud da çətin olan nöqtələrinizi, çətin mövzularınızı bir daha təkrar edəcəksiniz. İkinci gündə yenə həmçinin digər fəni məsəl üçün oraya əlavə edəcəksiniz. Riyaziyyatı bütün işlərinizi qutarandan sonra riyaziyyatı oraya əlavə edəcəksiniz. Və bir ay ərzində bu çətin bildiyiniz mövzulardan əlavə testlər tapıb işləyəcəksiniz. Məsəl üçün mən sizə deyə bilərəm ki, gedin çoxlu sınaqlar işləyin. Sınaqlar işləmək çox vacibdir. Mütləq işləyin, çoxlu testlər tapdıqca işləyin. Amma yəni təkcə onunla da yetinməyin. Çünki ola bilər ki, sizin qarşınıza çıxan testlərdə, sınaqlarda daha çox məsəl üçün bildiyiniz mövzulardan düşsün, bilmədiyiniz mövzulardan düşməsin ki, əslində tək imtahanda elə olsun, tək imtahanda ancaq bildiyiniz mövzulardan sizə düşsün. Amma biz hər tərəfli hazırlaşmaq üçün mən bunu məsləhət görürəm ki, siz həm də bilmədiyiniz mövzuların testlərini tapıb ayrıca da onları işləyin. Məsəl üçün deyək ki, hansısa bir bölmədən çətinliyiniz var riyaziyyatda, o bölməni yazın, internetdə dolu testlər. Həmin bölməyə aid müxtəlif testlər və ya məsələlər nədirsə, onları tapın işləyin. İkincisi, hər zaman kimi o demək istəyirəm ki, stresə düşməyin. Bilirəm, həmişə bu sözləri deyəndə mən düşünürdüm ki, hətta bəziləriniz biraz qıcıqlanarsınız ki, ayda bunu niyə deyir? Yəni bunu hamı deyir ki, zaten stresə düşməyin. Amma əksinə gördüm ki, sizə bunu deməyim daha çox xoş olur və həmişə də mən şərhlərdə yazırsınız ki, bəs sən çox yaxşı motivasiya verirsən, təşəkkür edirik. Onun üçün yenə deyirəm, tam olaraq səmimi deyirəm, stresə düşməyin. Yəni bu 9-cu sinif imtahanıdır. 11-ci sinifdə təbii ki daha çətin və biraz da qorxutmaq istəmirəm sizə, amma deyirsiniz ki, məsəl üçün gələcəyimi formalaşdıracaq və yaxud da qərarlarımı verəcək bir nələrsə eləyəcəm. O 11-ci sinif imtahanı daha çox vacib. Çünki siz orada artıq konkret qrup seçmisiniz, hansı istiqamətə gedəcəksiniz, universitetdə 4 il hansı ixtisası oxuyacaqsınız. Bunu həm də qərarlaşdırırsınız. İstədiyiniz ixtisası oxuyacaqsınız, oxumayacaqsınız. Ona görə burada məsuliyyət biraz çoxdur, yəni xeyli çoxdur hətta. Həmişə demişəm, mənim sözümdür bu. Çox doğrudur mənə gəlir ki, 9-cu sinif imtahanına siz 11-ci sinifə hazırlıq kimi baxın. Yəni hazırlıq mərhələsi kimi, sınaq mərhələsi kimi baxın ki, yəni ən azından DİM tərəfindən keçirilmiş bir imtahan necə olur, nələr eləməlisən. Yəni ən xırda şeylər bilən, nə bilim, kodun nə deməkdir və orada necə yoxlanışlar olacaq, nələr aparmalısın özündən, necə gedirsən imtahan zamanı, necə zamanı idarə edirsən. Əsas məsələ budur. Zamanı necə idarə edəcəksən, nə vaxt kodlaşdıracaqsan, nə vaxt kodlaşdırmağa başlayacaqsan, hamısını yazandan sonra mı kodlaşdıracaqsan, yoxsa hissə-hissəmi kodlaşdıracaqsan? Hansı ki, mən hissə-hissə kodlaşdırmağı daha çox məsləhət görürəm, həmişə məndən soruşursunuz. Onu demək istəyirəm ki, siz yəni buna sadəcə imtahan həyatı nədir? Yəni imtahan necə bir şey olur? Onun kimi baxın. 9-a 11-ci sinifə hazırlıq mərhələsi kimi, nələr başıma gələcək kimi, sınaq kimi baxın, belə deyim. Çünki 9-cu sinifdə yığdığınız balların heç bir şeyə, yəni sözün açığı təsiri olmayacaq sizin nə universitet işinizdə, nə bilmirəm də, yəni hal-hazırda heç bir qərar vermirsiniz ondan. Sadəcə özünüzü yoxlayırsınız, belə deyim. Onun üçün də əlavə stresə düşməyin. Çünki stresə düşsəz, bildiklərinizi unudacaqsınız və bundan əlavə olaraq artıq imtahan sizin gözünüzdə o qədər böyüyəcək ki, siz 11-ci sinifə daha çox gərgin olacaqsınız ki, məncə enerjinizi, biraz narahatçılığınızı 11-ə saxlasanız daha yaxşı olar. Üçüncü onlara ibarətdir ki, mən bilmirəm, əgər mənim məsləhətlərimə ulaşmışdınızsa, sizə rahat olacaq. Mən demişdim ki, hər zaman hansısa mövzunu oxuyursunuzsa, hansı dərsi öyrənirsinizsə,
vermişsinizsə, orada bilmədiklərinizi highlightlayın. Bu highlightda belə flamasterdən üstündən keçin ki, siz bilirsiniz ki, həmin bunu bacarmıram və gedib onu təkrar zamanı bir də oxuyursunuz. Məsələn, bir də yekə bir böyük mövzunu oxumağın, yəni mənası nədir və ya hansı bir qaydanı çoxlu eyni şey 10 dəfə təkrarlamağın mənası nədir? Yoxdur. Vaxt itkisidir. Ona görə məsləhətim odur ki, artıq o highlight etdikləriniz varsa, onları işləyirsiniz və hər birində bunda məsləhət görmüşdüm ki, testlərdə də highlightlardan istifadə edin. Məsələn, səhv yazdığınız test var idi və yaxud da çətinlik çəkdiyiniz testlər var idi işlədiyiniz zaman mövzular üzərində. Bunları da işarələyin, highlightlayın ki, indi hal-hazırda gedib onları təzədən işləyə biləsiniz. Və çoxlu testlər işləyin. Deyəcəksiniz ki, bunu bilirik. Bilirsiniz çox gözəl, amma biraz əlavə olaraq da onu demək istəyirəm ki, məsəl üçün testi işləyirsiniz, müəyyən qədər oturub hansı mövzunu başdan qədər oxumaq mənə gəlir ki, doğru olmaz. Bilmirsinizsə yaxşı oxuyun, amma yəni təkrar üçün oturub bütün gün mövzu oxuyacaqsınızsa, məncə bunu eləməyin. Təkrarın ən gözəl vasitəsi nədir? Testlərdən. Zaten sən o testi işləyə bildiklərini, bildiyin mövzuları rahatlıqla işləyəcəksən. Deməli orada problem yoxdur. Hansı ki sualda səhv işləyəcəksən və yaxud da işləyə bilməyəcəksən, deməli sənin çətinliyin həmin mövzudadır və sən gedib sırf həmin mövzunu təkrar edəcəksən. Nəinki oturub başdan axıra kitabı təkrarlamaq əvəzinə. Ən yaxşısı da elə keçənliklər, ondan əvvəlkilər, bundan əvvəlki bütün o imtahanların hamısını, yəni işləyəndə gözəldir. Hazır materialda o tipdə suallar düşür zaten. Və sizə əsas məsləhətim nədir bu bölmədə? Nə üçün bunu ayrıca olaraq dedim? Siz bəzi çox insanlar var ki, deyirlər ki, hə, mən evdə hazırlaşıram. Evdə çox rahat işləyirəm, amma imtahana gələndə sanki bir növ belə donuram da, heç nə yaza bilmirəm və yaxud da ki, evdə çox rahatlıqla tapdığım sualları burada daha çox vaxt aparıram, çətinlik çəkirəm. Bunun iki dənə səbəbi var. Birinci səbəbi ondan ibarətdir ki, stress faktoru. Təbii ki, siz daha çox evdə rahat oturmusunuz, relax, bildiyiniz məkan, yəni heç bir şey yoxdur da, prosta oturmusunuz. Və təbii ki, buna görə də beyninizdə daha az gərginlik olduğu üçün, mən də onun üçün deyirəm, gərgin olmuyor. Çünki gərginlik zaten yəni bildiklərinizi sizə unutdurur. Beyniniz də daha rahatdır və rahatlıqla sualların cavabını tapa bilir. Amma orada gərgin olduğunuz üçün unutduğunuz şeylər olur. Amma əsas ikinci məsələ ki, indi məsləhətim onunla bağlıdır. Odur ki, çox adam imtahana hazırlaşarkən nə edir? Məsəl üçün deyək ki, siz keçən ilin 9-a düşmüş buraxılış imtahanını işləyirsiniz ki, özünüzə bir sınaq kimi, düzdür? Siz saatdan istifadə eləmirsiniz. Məsəl üçün başlayırsınız, riyaziyyatdan 3 dənə test işlədiniz, gedirsiniz, fasilə verirsiniz, oturursunuz, biraz çay içirsiniz, biraz söhbət edirsiniz, təzədən qayıdırsınız, hə bir dənə buna baxırsınız, alınmadı, telefonda scroll edirsiniz, sonra təzədən qayıdıb baxırsan ki, hə bu nədir? Gəlsən biraz evdəkilərlə danışırsan. Yəni bu şəraitdə elədiyin üçün saatı itirirsən, zamanı itirirsən. Əslində mən deyəndə ki, praktis eləyin, daha çox çalışın tapşırıqlarla, imtahan testləri ilə. Bəziləri fikirləşir ki, sırf test işləməlidir. Yox, siz əsas orada elə zamanı praktis eləməlisiniz. Onun üçün də imtahanda kimi özünüzü hiss edin. Əgər sən 9-cu sinifin buraxılışa düşmüş testlərinin qarşısına qoydunsa, artıq saata bax həmin dəqiqə. Və ya da başlaya biləcəyin bir zamanı seçin. Başlaya biləcəyin zamanı seçdin və o zaman artıq ondan sonra 3 saat hesabla ki, mən bunu oturub işləyəcəm. Okey, indi arada evdəsən, fasilə verə bilərsən, amma da o demək deyil ki, mən rahat şəkildə bu testi açıb qoymuşam, bunu səhər açmışam, axşama qədər mən bu testi işləyəcəm. Bu praktis deyil. Bu sadəcə elə otur ondansa istədiyin necə deyim, toplulardan testləri işləyə bilərsən eyni zamanla. Mən istəyirəm ki, həm də zamana alışasınız. Yəni zamana alışmaq çox böyük şeydir. Zamanla yarışmaq belə deyim. Testi açdısa qabağınızda 9-cu sinif buraxılış düşmüş test 3 dənə fən ardardadılar. 3 saatını başlat, bax ki, saat 2 tamamdır. 2-də başladım. Deməli mən bunu yəni o qədər vaxt zamanında bu da işləyib bitirməliyəm. Əlavə olaraq onu düşün ki, sizin kodlaşdırmanız da var. Dediyim kimi çox vaxtınızı almaq istəmirəm, çünki nə qədər də olsa faydalı videolara da baxım, amma yenə də ekran sürəsini artırır. Daha az istifadə etməyə çalışın telefondan. Bir müddət hətta mən sizə məsləhət görərdim ki, məsələn mən imtahanlarımda hər zaman istifadə edirəm. Screen time qoyursunuz və müəyyən vaxtdan sonra artıq birisi gəlir, sizə siqnal gəlir, alarm kimi gəlir ki, telefonu bağlamaq vaxtıdır. Onlardan da məsləhət edirəm. Instagram, TikTok müəyyən silə bilərsiniz və yaxud da silmək istəmirsinizsə, məsəl üçün Fox səhifəsi yarada bilərsiniz ki, orada açılanda artıq onlar açılmasınlar, həm Instagram, TikTok görünməsin. Mənim amma ən çox istifadə etdiyim budur. Biraz sadədir. Amma məsəl üçün Instagram, TikTok konkret yerini bilirsiniz. Bizdə belə bir alışqanlıq var ki, telefon əlimizə gələn kimi ilk olaraq oralara giririk. Yəni konkret bilirik haradır, bura basırıq. Amma onların yerini dəyişin. Məsəl üçün çoxlu əlavə səhifələri açın və onları arxa səhifələrə atın, hansısa papka düzəldin, atın ora. İnanın mənə daha çox daxil olmayacaqsınız. Artıq girən kimi məsəl üçün telefona, sən məsələn WhatsApp-da nəsə bir testə baxmaq lazımdır, ya da kiməsə yazmaq lazımdır. Bunu eləyəcəksiniz, amma da bir də rahat əliniz öyrəşib bax o TikTok-dan, Instagram-dan daxil olmaq. Amma uzaqda olduğu üçün artıq gözünüz onu görmədiyi üçün daxil olmayacaq. Yəni bunu məsləhət görə bilərəm sizə. Əlavə olaraq. Ən əsası isə planlı olmağı sizə bildirirəm. Məsəl üçün bu gün axşamdan sabahın planını qur, saat neçədə oyanacaqsan və daha çox realistik olmağa çalış. Mənə gəlir ki, mənim də belə bir problemim var. Daha çox axşamlar məsələn çox qeyri-realistik oluram. Həmişə deyirəm ki, 5-də oyanacağam, sonra budilniklə qoyuram, amma sonra yenə 6-da deyirəm oyanaram, sonra 7, 8, yəni belə gedir. Onun üçün biraz realistik olun. 9-da oyanacağam, 8-də oyanacağam, fərq eləmir. Bunları eləyəcəm, sonra biraz fasilə verəcəm. Yəni fasilənizi təxminən də ayırında dəqiqliklə insan nə bilə bilər. Nəsə qəfil bir hadisə baş verə bilər, amma konkret çalışdığınız qədər ən azından bilin ki, bugün hansı mövzuların və hansı fənləri daha çox fokuslanmışam və mütləq bir dənə də
Yəni çalışdığınız qədər bir dənə də əlavə test işləyin dediyim kimi zaman nəzərə alaraq. Hamınıza bol-bol şans arzulayıram. Əgər başqa suallarınız varsa, narahat olduğunuz hansı bir hissələr varsa və ya da bilmirsiniz, məsləhət almaq istəyirsə, həmişə kimi məncə deməyimə ehtiyac yoxdur. Artıq çünki çox qəşəng bilirsiniz və hər zaman da yazırsınız. Məndən də danışmış olursunuz onda, başqa sizin yaşlarınızda digər 9-larla da və ya da daha böyük artıq imtahandan keçmiş insanlarla danışmış olursunuz. Ona görə məncə çox gözəl bir orada biz community yaratmışıq şərhlər bölməsində. Və ya da mənlə razılaşmadığınız məqamları ola bilər, çünki hər kəsin fikri fərqlidir, individualdır. Hamınıza bol-bol uğurlar arzulayıram. Yenə deyirəm, bu videoya baxmağınızın özü belə böyük bir məsuliyyətin göstəricisidir ki, siz çalışırsınız və çalışanda da heç vaxt zəhmət, əziyyət yerdə qalmır. Bu videodan sizə bol-bol uğurlar, belə şans göndərirəm. Tez videonu likelayın. Deyir şansı, uğuru claim eləyin də özünüzə götürün və əlavə olaraq da istədiyiniz şanslı insanlara da videonu atın. Onlara da buradan bol-bol şans və uğur ötürək. Əminəm gözəl yazacaqsınız, qəşəng alınacaq. Yenə də part 2 və yaxud da başqa suallarınız varsa, onu da şərhlərdə yazın ki, hansı tipli videolar istəyirsiniz. Çünki mən siz nə istəyirsiniz zaten ona uyğun çəkirəm. Gələn həftə daha maraqlı videoda görüşmək ümidi ilə hələlik.